Bu il 2-ci Dünya müharibəsində qələbənin 80-ci il dönümü münasibəti ilə müharibə veteranlarına və onlarla bağlı digər kateqoriyalara dövlət tərəfindən bir dəfəlik maddi yardım ayrılıb. 101 yaşlı Qaflan Ömərov kimi qəhrəman döyüşçülər bu dəstəyi alan şəxslər arasındadır. Ölkə başçısının sərəncamı ilə 2500 manatlıq yardım veteranlara, 1250 manat isə arxa cəbhə iştirakçıları və döyüşçülərin dul arvadlarına veriləcək. Təfərrüatları təqdim edirik. İkinci Dünya müharibəsində döyüşlərdə vuruşanlardan hazırda 21 nəfəri həyatdadır. Onlardan biri də 101 yaşlı Qaflan Ömərovdur. O 1942-ci ildə SSR ilə Almaniya arasında başlayan müharibəyə könüllü olaraq qatılıb və ön cəbhədə faşistlərə qarşı vuruşub. Uğurlu hərbi əməliyyatlarda göstərdiyi şücaətə görə dəfələrlə təltif olunan Qaflan kişi Moskvadan Smolenskə qədər olan döyüş yolu keçib. 24 orden medalı, 100-dən artıq fəxri fərmanı olan Qaflan Ömərov dəfələrlə Prezident İlham Əliyevlə görüşlərdə də iştirak edib. Mən orada Nəməslər həm göydən, həm üzbəüz gələn mən yaralandım. Demək 5-6-2 qıçımdan, qolumdan, bilimdən ordenim var. Nədir o? Birinci ateş üstündə, ikinci ateş üstündə orden. Sonra Zatuvaq orden sayılır, Zabayavuz Zasulog orden sayılır. Qalan da medallar. Bu il Prezidentin sərəncamı ilə Qaflan da kimi daha 2469 nəfərə bir dəfəlik müavinət veriləcək. Onlar arasında 2-ci Dünya müharibəsində iştirak edən şəxslər, həlak olan və sonralar vəfat edən döyüşçülərin dul arvadları, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilən şəxslər var. 2-ci Dünya müharibəsində qələbənin 80-ci il dönümü ilə əlaqədar həmin müharibənin iştirakçılarına 2500 manat məbləğində bir dəfəlik maddi yardım veriləcək. Bununla yanaşı 2-ci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, habelə Leningrad şəhərinin mühasirəsi iştirakçılarına isə 1250 manat məbləğində bir dəfəlik maddi yardım veriləcəkdir. Qeyd edək ki, bir dəfəlik müavinət hər il 2-ci Dünya müharibəsinə qələbənin qeyd olunması ilə əlaqədar olaraq verilir. Bu ilki ödənişlərin veriləcəyi tarixə gəlincə, bu barədə yaxın günlərdə məlumat veriləcək.